xaricdə oturub vaxtilə Azərbaycanın çörəyini yeyən, Azərbaycan dövlətinə, vətəninə xəyanət edib indi orada böhtan kampaniyası aparan bir para yaramazlar var. Yaramazlar. Bir para yaramazlar var və bu yaramazlar zamanı gələndə mütləq öz əməllərinin cavabını verəcəklər. Bu yaramazların yaydığı dezinformasiya, böhtan xarakterli çıxışlar bəzən müəyyən kütlədə müzakirə olunur. O yaramazlar niyə danışa bilirlər? Niyə bu böhtan xarakterli çıxışlarını edə bilirlər? Niyə bu dezinformasiya? Yəni, çünki biz onlara baxırıq. Biz onlara baxmasaq, boykot eləsək, onlara heç kim baxmasa, bunlar öz-özlüyündə yox olub gedəcəklər. Bax, biz həm də gənclərimizi, xüsusilə onlara baxın, gənclərdir. Biz gənclərimizi həm də bu istiqamətdə yönləndirməliyik ki, bax, bu cür dezinformasiya yayan insanlara baxmayın, yaxud da baxıb cavab verin. Biz necə eləyək ki, gənclərimiz o yaramazlara baxmasınlar və yaxud da o yaramazlara layiqli cavablarını versin? Əslində, bir növü biz gənclərimiz o yaramazların hansı əməllər törətdiyindən xəbərsizdir. Onların bəziləri, biz bayaq bəziləri haqqında müzakirə edirik, bizim gözümüzün qarşısında böyükdür. Yəni, biz onlarla eyni dövrdə yaşamışıq, eyni universitetdə oxumuşuq, eyni məktəbə getmişik. Yəni, o özlərini gənc adlandıran blogerlər var, hansı ki onlar xaricdə yaşayanlar, müxtəlif xarici qüvvələrin oyuncağı olan yaramazlar. Biz gənclərimizə onları tanıtmağın, əslində doğru tanıtmağın üsullarını tapmalıyıq. Əslində burada bizdə də biraz günah var ki, biz gənclərimizə o adamlar haqqında düzgün informasiyaları verməmişik. Doğru. Siz də bilirsiniz, biz də bilirik ki, yəni onların əsl siması tamamilə fərqlidir. Azərbaycanda yaşadıkları dövrdə də elə yaramazlıqla məşğul olubdular, ən pis əməllərlə məşğul olubdular. Burada o əməllər bitəndən sonra siyasi sığınacaq adı altında özlərini sığortalayıb qaçıbdılar Avropanın müxtəlif yerlərinə. Və dediyim kimi, əslində bir növ günah bizim özümüzdədir ki, biz onların əsl simasını ortaya çıxartmırıq. İfşa eləməmişik də onları. Biz onları ifşa eləməliyik. Əgər onlar haqqında məlumatımız varsa, ki bir çox haqqında məlumatımız var, niyə ifşa eləmirik? Bir çoxu, bayaq qeyd elədiyim kimi, bizim eyni dövrdə yaşamışıq, eyni məktəblərdə oxumuşuq, eyni universitetlərdə oxumuşuq və bizim gözümüzün qabağında bunların hələ tələbə üçün elədiyi o yaramaz əməllər bizim gözümüzün qarşısındaydı. Və indi biz onları ifşa eləməməklə əslində Azərbaycan gəncliyinə bir növ pislik eləmiş oluruq. Onların əsl üzünü üzə çıxartmamaqla onları düzgün istiqamətləndirmirik və düşünürəm ki, yəni bir nümunə göstərək bugün mən burada. Birini ifşa eləyək, birinin əməllərini deşifr eləyək. Məsələn, mən danışacağım indi bu barədə. Mən bilirəm təqribən kimi nəzərdə tutursuz. Azərbaycandan kənarda yaşayıb o blogerlik fəaliyyətlə məşğul olub böhtan kampaniyası aparan, Azərbaycan iqtidarına qarşı şər şamata kampaniyasının başında dayanan yaramazlardan biri Tural Sadıqlıdır. Bəli. Tural Sadıqlı bilirsiniz ki, Naxçıvanda oxuyub, Naxçıvan Dövlət Universitetində. Sizin oxuduğunuz dövrdə oxuyub da. Eyni dövrdə oxumuşuq. Eyni qrupda oxumusunuz hətta. Yox, eyni dövrdə. Eyni dövrdə oxumusunuz. Hər halda görürdünüz, tanıyırdınız. Onun Naxçıvandakı əməlləri hamımızın gözünün qarşısındadır. İndi durub paçlıqdan, indi durub nə bilim axı ləyaqətdən, nə bilim korrupsiyadan nədən danışır? Özü ən yekə ləyaqətsiz biridir. Mən açıq deyəcəm, Tural Sadıqlı səhvim varsa düzəldərsiniz cəbimə. Tural Sadıqlı Naxçıvanda yaşadığı dövrdə bir Misirli qızla tanış olmuşdu. Mona Zedan adında. Biz yəqin ki, yaxın günlərdə onunla bağlı geniş bir material da təqdim eləyəcəyik. Mona Zedanı aldatmışdı. Mona Zedanı aldatmışdı. Hətta onun namusuna toxunmuşdu. Ərəb baharı olmasaydı vəziyyət başqa cür olacaqdı. Həmin dövrdə ərəb baharı oldu və onlar köçməli oldu. Yadınızdadırsa, Naxçıvan dövlətdə bir sıra ərəb müəllimlər də var idi. Misirdən gəlmə ərəb dili müəllimləri var idi. Ərəb baharı olan kimi onlar köçdü getdi. O proses biraz səngidi. Səngidi. Əslində ərəb baharı olmasaydı, bəli, onlar köçüb getməsəydi, bəlkə də onun skandal şəklində bir ortaya çıxacaqdı. O qadını, qızı, elə bilirəm indi Qahirə Universitetinin professorudur. O çox samballı bir, çox dəyərli bir ziyalıdır. Mən də tanıyırdım, yəni Naxçıvanda olduğum dövrdə. O qadını alladıb, həmin qızı
alladıb, bundan yaşayıb, onu səni evlənəcəm, səni alacam falan besməkan. Ondan sonra da xəyanət eləyib və ən böyük tərbiyəsizliyi, indi mən burada ifadə eləmək istəmirəm, canlı efirdir, tamaşaçılarımızdan ayıbdır, ən böyük əxlaqsızlığı eləyib. Bax, indi bu adam gəlib Azərbaycan dövləti haqqında, Azərbaycanın ayrı-ayrı məmurları haqqında, dəyərli dövlət adamları haqqında ağlına və ağzına gələni danışır. Biz bunları ifşa eləməsək, düz deyirsiniz. Gənclər bunlara bəzi hissəsi inanır, deyir ki, bu düz deyir, odlu alovlu danışır, güya ki, xalqın tərəfindədir, sənin haqqı yeyirlər, sənə çatacaq nə isə vermirlər, sən ayağa qalxmazsan falan. Gənclər niyə ayağa qalxmalıdır? Gəncliyə daha nə lazımdır? Xalqa daha nə lazımdır ki?